Azərbaycan əhalisinə maaşla bağlı təcili xəbər yanvarın 1-dən. Ölkəmizdə yerli sənaye nə üçün bu qədər zəifdir? Azərbaycanda istehsalının inkişafı üçün münbit şərait olan bəzi sahələr niyə bərbad vəziyyətdədir? Çıxış yolu nədir? Mövzu ilə bağlı vergi məsələləri üzrə ekspert Radil Fətullayev referans azı açıqlamasında bildirib ki, bildiyiniz kimi, Cənab Prezidentin fərmanı əsasında 7 il bundan öncə qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fiziki şəxsin gəlir vergisi 7 il müddətinə 8.000 manat məbləği qədər güzəşt edilib. Yəni bu o deməkdir ki, qeyri-neft sektorunda çalışan işçilər 8.000 manatadək əmək haqqı aldıqları zaman onlar gəlir vergisinə cəlb olunmurdu. Əksinə olaraq sosial sığorta ödənişləri bunu əvəz etmiş oldu. Yəni ümumilikdə sosial sığorta ödənişlərində müəssisənin payı artırıldı. Beləliklə də dövlət büdcəsinə ödənilən məbləğ ümumilikdə, yəni həm fiziki şəxslərdən tutulan, həmçinin müəssisənin ödədiyi məbləğ 30% qaldırıldı.